Hər vaxtınız xeyir əziz Aktiv TV izləyiciləri, hər birinizi xoş gördük. Bugün Sualın Var verilişinin ikinci buraxılışı ilə sizlərin qarşınızdayıq və bizim qonağımız isə Kitabxana İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənovadır. Salam, xoş gördük Zinharə xanım, necəsiz? Salam, xoş gördük qızım, yaxşıyam, siz yaxşı olun. Sağ olun, mən də yaxşıyam. Əvvəla zaman ayırdığınız üçün təşəkkürlərimi bildirirəm sizə. Buradan başlayaq ki, biz onlayn sorğu keçirmişik və Kitabxana İnformasiya Mərkəzinin fəaliyyəti barədə tələbələrimizdən müəyyən suallar tələb etmişik. Bugün sizlərdə bu suallara cavab tapacağıq. Əvvəla buradan başlayaq ki, tələbələrimiz kitabxananın ümumi fəaliyyəti barədə hansı məlumatları bilməlidirlər? Çox gözəl, mən də bu layihəni təqdir edirəm. Layihə rəhbərinə və sizlərə uğurlar arzulayıram. Çox gözəl təşəbbüsdür. İcazənizlə mən qısa olaraq Azərbaycan Dövlət Pedaqoji Universiteti və kitabxana haqqında məlumat verərdim. Azərbaycan Dövlət Pedaqoji Universiteti 1921-ci ildə Nəriman Nərimanovun imzaladığı dekret əsasında yaranmışdır. Artıq gələn il Pedaqoji Universitetin 105 yaşı tamam olacaq. Bu illər ərzində Pedaqoji Universitet çox şərəfli bir yol keçmişdir və 160 mindən çox müəllim kadrı hazırlamışdır. Təbii ki, bu kadrların hazırlanmasında kitabxananın da böyük rolu vardı. Kitabxana ilk əvvəllərdə müəllimləri mühazirə mətnləri hesabına formalaşırdısa, hazırda kitabxananın 700 minə yaxın kitab fondu var və o cümlədən 1000 nüsxəyə yaxın nadir və qiymətli kitablar kitabxanamızda qorunur. Bu nadir nüsxələrin 121 nüsxəsi Azərbaycan Respublikasının Milli Mədəni Sərvətlər Reyestrinə daxil olunmuşdur. Soruşsanız ki, ən qədim kitabınız hansıdır? Bu çox maraqlı bir faktdır. Ən qədim kitabımız 1741-ci ilə aid Rikotanın Osmanlı İmperiyasına bəhs edilən kitabdır və eyni zamanda 3 nüsxə müxtəlif illərə aid tarixi nadir kitabı hazırda kitabxanamızda qorunur. Kitabxanamız oxucu sayına, fondunun zənginliyinə görə və nadir və qiymətli kitablara görə universitet kitabxanaları arasında öncüllərdəndir. Onu da qeyd etmək istərdim ki, kitabxanamız 5 tədris binasında 6 xidmət bölməsi, 6 oxu zalı ilə oxuculara xidmət göstərir və kitabxanamız səhər saat 8:30-dan 19:30-dək, 6-cı günlər isə səhər saat 8:30-dan 14:30-dək fasiləsiz olaraq xidmət göstəririk. Bir məsələni qeyd etmək istərdim ki, hazırda olduğumuz bu məkan universitet rəhbərliyinin və BP şirkətinin maliyyə dəstəyi ilə təmir olunub istifadəyə verilmişdir. Burada avtomatlaşdırılmış kitabxana informasiya sistemi yaradılmışdır. Bu nə deməkdir? Bu o deməkdir ki, elektron kitabxanaya giriş, elektron kataloq, komplektləşmə, kitab işləmə, hər hansı vəsait haqqında məlumatın əldə olunması elektron baza üzərindən həyata keçirilir. Təbii ki, bunun xüsusi proqram təminatı vardır. Proqram təminatı vasitəsilə həyata keçirilir. Bu da son illər kitabxanaya olan rəhbərlik tərəfindən diqqət və qayğının nəticəsidir. Çox sağ olun dəyərli məlumatlarınız üçün. Əgər hazırsınızsa ilk sualımızla başlayaq. Bizə ən çox ünvanlanan suallardan biri də budur ki, ümumiyyətlə müasir dövrün tələbləri, informasiya texnologiyalarının inkişafı fonunda Pedaqoji Universitetin elektron kitabxanası bu yeniliklərlə necə ayaqlaşa bilir? Bu istiqamətdə hansı işlər aparılır? Çox gözəl sualdır. Mən bu sualınıza belə cavab verə bilərdim ki, qeyd etdiyim kimi Pedaqoji Universitetdə artıq avtomatlaşdırılmış kitabxana informasiya sistemi fəaliyyət göstərir və oxuculara tövsiyə edərdim ki, həm kitabxananın ənənəvi xidmət bölümündən, eyni zamanda elektron xidmətlərdən də istifadə eləsinlər. Bunun üçün istifadəçilərə nə lazımdır? www.adopu.edu saytına giriş edərək e-xidmətlər bölməsindən e-kitabxana butonuna basaraq elektron kitabxanaya daxil olur. Burada axtarış sətri var. Həmin sətirdə istədiyi kitabı atributa görə axtarışlar, məsələn, burada müəllif ola bilər, kitabın adı ola bilər və yaxud da ki, sərlövhəyə görə axtarış apararaq istədiyi vəsaiti əldə edə bilər və əgər həmin axtardığı ədəbiyyatın elektron variantını istəyirsə, baxmaq düyməsini sıxaraq elektron variantından istifadə edə bilər.
Çox sağ olun açıqlama üçün. Növbəti sualıma keçid edək. Ümumiyyətlə elektron kitabxana tələbələrə hansı yeni funksiyalar, yeni imkanlar təqdim edir? Biz hal-hazırda rəqəmsallaşma dövründə kitabxanaların funksiyaları o qədər zəngin artır ki və bizdən o qədər daha çox işlər tələb olunur ki, bu işləri həyata keçirmək üçün biz bu zamana ayaqlaşmalıyıq. Bunun üçün təbii ki, innovativ xidmətlər təklif etməliyik. Bunun üçün çox çalışmaq lazımdır. Bu yöndən Pedaqoji Universitetin kitabxanası təbii ki, bu yöndə uğurlu addımlar atıb. Bu yaxında mən onu qeyd etmək istəyərdim ki, universitetimizin bizim elektron səhifəmizdə xüsusi bir funksiya yerləşdiriləcək ki, bu funksiya nədən ibarətdir? Bu ondan ibarətdir ki, hər tədris binasında fəaliyyət göstərən kitabxana sisteminin kitabxana fondu siyahı şəklində səhifədə yerləşdiriləcək. İstifadəçilər rahat bir şəkildə hansı kitabın, hansı tədris binasında olduğu haqqında məlumatı daha rahat şəkildə əldə edəcəklər. Bu zaman vaxt itkisinə də yol verilmir və rahat şəkildə sistemdən istifadə etmək imkanı yaranacaq tələbələrdə, istifadəçilərdə. Aha, çox gözəl. Mən də bu universitetin tələbəsi olaraqdan elektron kitabxana sistemindən tez-tez istifadə edirəm və olduqca məmnunam. Bu dərəcədə inkişaf həqiqətən də təqdirə layiqdir. Təşəkkürlər bir daha. Növbəti sualımıza keçid edək. Elektron kitabxanadan istifadə qaydaları necədir? Bununla bağlı ümumiyyətlə biz Aktu TV-nin Instagram və YouTube kanallarında əlavə məlumat vermişik. Lakin istədik ki, burada bir daha cavablandıraq və geniş şəkildə bir daha izah edək. Bayaq dediyim kimi elektron kitabxana xidmətindən istifadə etmək üçün www.adupu.edu.az saytına giriş edərək e-xidmətlər bölməsindən e-kitabxana butonuna basaraq elektron kitabxanaya daxil olmaq mümkündür və burada istədiyi ədəbiyyatı tapmaq mümkündür və PDF-lər yerləşdirilib istifadəçilər onlardan istifadə edə bilərlər. Bu arada mən istifadəçilər ən çox tələb olunan nədir? Kitabxanaya gələrkən onlar nə istədiklərini bilməlidirlər. Əgər çətinlik çəkərlərsə, mütləq və mütləq burada olan kitabxanaçıya müraciət olunmalıdır. Yəni, bu yöndən yoluna çıxarsa, hər bir tədqiqatçı kitabxanaya gələrkən daha rahat şəkildə öz istədiyi məlumatları əldə edə bilər. Aha, çox təşəkkürlər. Növbəti sualımız, kitabxana istifadə üçün hər hansı bir hesabın yaradılması mütləqdirmi? Hər hansı bir rəsmi elektron poçt və yaxud da digər doğrulama üsullarından istifadə olunurmu və yaxud da tələb olunurmu? Yox, hal-hazırda kitabxanadan istifadə etmək, bayaq qeyd etdiyim kimi, internet olan hər bir yerdən rahat şəkildə kitabxananın səhifəsinə girmək mümkündür. Heç bir hesab tələb olunmur. Tamam. Şəxsi kabinet yaratmaqla qeydiyyatсız istifadənin imkanları arasında hər hansı bir fərq mövcuddur? Heç bir fərq yoxdur. Sadəcə kitabxanadan istifadə arzu edən insan, yəni kitabxanadan rahatçılıqla istifadə edə bilər. Əla. Növbəti sualımıza keçid edək o zaman. Bu sual daha çox yuxarı təhsil pilləsində təhsil alan tələbələrimiz üçün və tədqiqat işi ilə məşğul olan tələbələrimiz üçün daha məqsədyönlüdür. Belə ki, kitabxananın beynəlxalq bazalara çıxış imkanları, hətta elmi işlərə əlçatanlığı barədə nə kimi məlumatlar verə bilərsiniz? Bu da çox gözəl sualdır. Mən onu qeyd etmək istərdim ki, elmi bazalar bildiyimiz kimi çox bahalı bazalardır. Hər kəsin büdcəsinə uyğun deyil ki, həmin bazalara çıxış eləsin və yaxud da ki, universitetlərin büdcələrinə uyğun gəlmir. O yüzdən təqdirə olunan haldır ki, Elm və Təhsil Nazirliyi tərəfindən ali məktəb kitabxanaları üçün bir neçə bazalar pulsuz olaraq verilmişdir və tədqiqatla məşğul olan mütəxəssislər və yaxud da ki, həmin bazalarda axtarış aparıb müəyyən məlumatları əldə etmək istəyən tədqiqatçılar bu bazalara kitabxana vasitəsilə rahat bir şəkildə ulaşa bilirlər. Bu bazalar hansıdır? Web of Science-dır, Scopus, Cambridge və Progress data bazalarıdır. Çox təşəkkürlər cavabınız üçün. Mən süni intellekt barəsində bir sual vermək istəyirəm. Belə ki, ümumiyyətlə AFP-nın Kitabxana İnformasiya Mərkəzində süni intellekt barədə nə deyə bilərsiniz? Süni intellektin tətbiqi və yaxud da ümumiyyətlə bu istiqamətdə hər hansı işlərin görülməsi nəzərdə tutulubmu? Mən belə qeyd edim ki, biz gələcək perspektivlərdə Ruslan Neo platformasından süni intellekt əsaslı axtarış, eyni zamanda avtomatik təsdiqləşdirmə və oxucu davranışlarının
oxucu statistikası funksiyalarını yerləşdirmək fikrindəyik. Bu nə deməkdir? Biraz qəribə gələr oxucu davranışları. Bizim işimizin əsas mahiyyəti ondan ibarətdir ki, təbii ki, biz gələn oxucuları qiymətləndirməliyik. Hansı oxucular bizə daha çox gəlir, günün hansı vaxtlarında oxucular gəlir və yaxud da ki, hansı ədəbiyyata daha çox istinad eləyirlər. Bunlar fakültələrə görə, ixtisaslara görə, yəni bizim gələcəkdə nəzərdə tutduğumuz bu şeylər var ki, bunların təhlilində biz gələcək elə bir ki, kitabxana üçün yol xəritəsini hesablamış oluruq. Bu bizə çox vacibli bir nüanslardır. Biraz daha sistematik işlər aparılaraq, yəni yaxın zamanda süni intellektin tətbiqinə başlanıla bilər. Bəli. Çox gözəl, əla. Çox sağ olun Zinarə xanım bütün cavablarınız üçün. Son olaraq qeyd etmək istəyirəm ki, tələbələrimizin kitabxanamızdan effektiv və səmərəli şəkildə istifadə etmək üçün hansı tövsiyələri verə bilərsiniz? Mən hesab edirəm ki, hər bir tələbə oxuduğu müddətdə mütləq kitabxana xidmətindən istifadə etməlidir. Kitabxana sadəcə kitab oxumaq üçün yer deyil, bilik və uğura aparan bir yoldur. Əbəs yerə deyil ki, ümummilli lider Heydər Əliyev kitabxana haqqında belə demişdi ki, kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Bu yoldan çıxaraq mən onu da qeyd etmək istəyərdim ki, bir insanın formalaşması üçün 4 mühüm amil vacibdir. Bunlardan biri ailə, məktəb, cəmiyyət və mütaliədir. Bütün bunları özündə ümumiləşdirən insan yəqin ki, kamil insan olacaq. Biz kitabxanaçılar olaraq daim arzu edirik ki, oxucularımız bol olsun, kitabxanadan istifadəçilərin sayı çox olsun və biz də bundan çox qürur duyuruq ki, oxuculara xidmət göstəririk. Çox sağ olun. Mən də bir şey qeyd etmək istəyirəm. Ümumiyyətlə kitabxana yalnız kitab oxumaq üçün bir yer deyil. Zinarə xanım çox gözəl vurğuladı. Məsələn, mən Pedaqoji Universitetinin tələbəsi olaraq nə zaman stresli və yaxud da yorğun hiss etsəm, bu kitabxana və yaxud da öz təhsil aldığım korpusdakı kitabxanaya müraciət edirəm. Orada vaxtımı səmərəli şəkildə keçirirəm və daha gümrah şəkildə kitabxanadan ayrılıram və əlavə olaraq da ki, mən də məsləhət görərdim ki, Zinarə xanımın fikirlərinə qatılaraqdan boş vaxtınız olanda kitabxanalara müraciət edəsiniz və zamanınızı daha səmərəli keçirmək üçün mütaliə edəsiniz. Buraxılışımızın sonuna gəldik Zinarə xanım. Sizə çox dərin təşəkkürlərimi bildirirəm. Dəyərli vaxtınızdan ayırdınız bizim üçün. Suallarımızı tələbələrimiz üçün maraqlı və qaranlıq qalan məqamları bizim üçün açdınız. Çox təşəkkür edirəm sizə. Mən sizə təşəkkür edirəm və uğurlar arzulayıram sizə. Çox sağ olun. Əziz izləyicilərimiz, bugün də növbəti buraxılışımızın sonuna yaxınlaşdıq. Əgər hər hansı yeni suallarınız yaranarsa, bizə ünvanlamağı unutmayın. Qısa zaman ərzində cavablandıracağıq. Növbəti buraxılışlarda görüşmək ümidi ilə. Hələlik.